Herkes salamlar dostlar. Bugün sizinle birlikte takas hazırlayacağıq. Orta boyutlu bir takas olacaq və sizin istədiyiniz videolardan hamısını çəkmişəm. Bir dənə takas qalmışdı. İndi də həmin takası çəkirəm. Və başqa da bir şey qalmır zaten. Deməli, burada bilirsiniz bir şəffaf qabı var idi. Onda demişdim ki, buradan yəqin ki götürəcəm çox dolu olmasın deyə. Və digər çıxartdıqlarımı da demişdim ki, hara qoyacam görəsən. Və yer tapdım. Bu şəkildə belə bir şəffaf qabım var idi, bilirsiniz mənim. Maskana olduğum vaxtlardan qalıb. İçinə yığdım hamısını bu şəkildə. Bunun içinə yığmışam. Belə. Və bir neçə dənə də əlavə bir şey qoymuşam yanıma. Onları da takasa əlavə eləyəcəm. Çünki onlar belə masamda deyildi artıq. Başqa bir yerdə idi. Oradan qoydum. Gətirdim masaya. Onları da takasa əlavə eləyəcəm. Və şey də istəyirəm ki, siz də yorumlarda yazmışsınız bəzəniz ki, çox dolu oldu masa. Masa düzənləmə videosu gəlsin. Amma bilmirəm o video gələrmi, gəlməzmi? Çünki yəni çox aktiv oldum istədiyiniz videoları paylaşmaq üçün. Məsələn, bunu falan götürə bilərəm, onun yerinə başqa bir şey eləyə bilərəm. Bu qabı çıxartmaq, onun yerinə başqa bir qabı əlavə eləmək. Bilmirəm də, yəni boşaltmaq istəyirəm biraz. Həm doldurmaq istəyirəm, həm boşaltmaq istəyirəm. Tam olaraq da bilmirəm, yəni. Vaxtım olsa nəsə eləyərik. Ya nəsə əlavə eləyəcək, ya da nəyisə çıxardacağıq. Deməli, başlayaq o zaman. Qabın içindən, ya da yox. Burada da bilirsiniz ki, yəni etdiklərimdən var idi, düzəltdiklərimdən. Məsələn, bundan başlayaq. Burada stitchlər var bu şəkildə. Hələ bu olsun. Daha sonra bu olsun. Bir şəkildən bir neçə dənə olur. Bu stitch olsun. Başqa bu olsun. Belə bu şəkildə stitchlər əlavə elədim. Və daha sonra burada öz etdiyim şəkillərdən qoyacağım. Desen adlandıracağım mən bunları, yəni desenli. Onu zaten qoymayacağım, qalsın. Deməli, hansı olsun? Mənim ən sevdiyim budur və budur. Belə bunlardan 2 dənədir. Yaşılını qoyaq. Burada bundan qoyum. Başqa bir şey məncə bu olsun. Və burada da kiçik pul var. Bilmirəm bunu qoyum mu? Amma belə bir dənə qoyum bu şəkildə. Deməli, burada qoyacağım bir şey yoxdur. Buradan qoyum. Deməli, kamera yaxşıdır. Belə 2 ədəd bundan qoyuram. Buradan, bunun içindən qoya biləcəyim bir şey yoxdur zaten. Aha. Onda keçək bunun içindən qoyaq. Deməli, bunu belə qoydum, bunun içindən əlavə etdim. Hələ videodan öncə bilirsiniz ki, belə bunların qutularını saxlamışdım mən. Və içinə də bu dairəvi şəkildə olan Hello Kitty'lərimi qoydum. Çıxartdırma yəni. Bu şəkildə indi bunlardan qoyaq. Bu olsun. Başqa. Mən mavi olanları çox xoşladım. Belə arxa fonu. Bir dənə də elə bir mavi qoyum. Hansı olsun? Bu. Bu olsun. Çünki bunun bu hissəsi pisdir. Başqa da qoyum mu? Belə baxım. Bu olsun. Deməli, daha sonra bunun içindən qoyaq. Deməli, bunlardan olsun bu ən sonuncu. Bunlar var, amma bunlardan qoymayacağım. Daha sonra buradan pişiklərdən qoyacağım. Bu şəkildə bunu
Başka bakayım. Bu da geçeydi. Bunlar bu olsun. Bir daha görmüştüm. Onu tapabilmedim sadece. Bir de bu olsun. Bu sefer taşıyacak biriniz karakterlerinden çok düşündüm. Koyayım mı koymayayım mı? Ama koyacağım. Böyle. Ama bunlar çok qara düşüb. Ona görə həm də qoymaq istəmədim. Belə tam şəkil aydın olmadı nədənsə. Hansını qoyum? Demək, ovuçdan çox uydu məncə. Ovucu qoya bilərəm. Bu olsun. Başqa bak. Yox. Ovuç olsun. Buradan bu qədər idi və bu qabı da mən orada bunu da yeni almışam. Mən də çox qəşəydim. Bu hissəyə qoyuram bu şəkildə. Amma bilmirəm, bəlkə yerini dəyişdim. Baxacağım da. Belə bir squishy qoyacağam. Sonra belə bir squish qoyacağım. Daha sonra belə bir sticker. Daha sonra belə My Melody sticker və belə bir sticker. Deməli, buradan bunun içindən 2 ədəd alma şəklində belə pəmbə kağız və bundan da və kvadrat kağızlardan da bu şəkildə 2 dənə belə və paketləyək. Bugünkü videomuz bu kadar. Ümid edirəm ki videonu beğendiniz. Videoma like atıp kanalıma abone olmayı unutmayın. Sağ olun.